Beynim yandı. Onda səhv tapmısınız. Deyək ki, Yusif, Elşən, Xədicə, Ayan, Turanə yazaq. Hı hı. Yusif, Elşən, Xədicə, Ayan, Turanə. Deməli, riyaziyyat, informatika, biologiya, tarix, coğrafiya fənləri üzrə olimpiyadaya hazırlaşırlar. Qalın rəngini də dəyişək ki, görə bilək burada yazanda. Deməli, hansı fənlərdir? Riyaziyyat, informatika, İnformatika, biyologiya, tarix, düzdürmü? bəli, biologiya, Biologiya, coğrafiya, biologiya, coğrafiya. coğrafiya. İndi deyir ki, Yusif Xədicə ilə Elşən isə Ayanla bir sinifdə oxuyurlar. İndi gəl elə deyək də, Yusif Xədicə ilə bir sinifdə oxuyur. Bunu yadımıza saxlayaq. Hı hı. Bir də Elşən də Ayanla bir Aynen. sinifdə oxuyur. Bu bizə lazım gələcək şərtlərin birində. Yusif Yüz informatika fənni üzrə olimpiyadaya hazırlaşır. Yusif informatika. Deməli, informatikadan başqa hazırlaşan yoxdur, düz? Hı Bir hı. də Yusif başqa fəndən hazırlaşa bilməz. Ee, Coğrafya fənni üzrə olimpiyadaya hazırlaşan şagirdiyin oxuduğu sinifdə olimpiyadaya hazırlaşan başqa şəxs yoxdur. Bir dənə Deməli, coğrafiya deməli hazırlaşandır. burada nəyi bilirik? Yusiflə bu Yusif deyil, Xədicə deyil, Elşən deyil, Ayan da deyil. Çünki bunların sinif yoldaşları da olimpiyadaya hazırlaşır. Deməli, bu coğrafiyada Turanədir. hazırlaşan kimdir? Turanədir. Turanədir. Bu da çıxdı. Ee, Tarix olimpiyadasına hazırlaşan şəxs Elşən ilə sinif yoldaşıdır. Deməli, Elşənin bu sinif yoldaşı Ayandır. da Ayandır. Ayan. Deməli, Ayan tarixdən hazırlaşır. Biz belə plus minus yox, müəllim, adlarla elədik. Riyaziyyat olimpiyadasına hazırlaşan oğlandır. Deməli, iki nəfər qalıb bizdə. Elşənlə Xədicəni bilmirik. Elşən oğlan olduğuna görə riyaziyyata hazırlaşan Elşəndir. Deməli, biologiyaya hazırlaşan da Xədicədir. Bizdən kimi soruşur? Hə, hansıdır? Deməli, Elşən riyaziyyat, yox, Yusifdən başlayıb bu. Yusif nədir? İnformatika. Sonra ikinci kimdir? Elşən riyaziyyat. Düzdür. Yusif informatika, Elşən riyaziyyat. Xədicə riyaziyyat yazılıb burada, bu yox. Sonra Elşən riyaziyyat bu ola bilər. Ayan riyaziyyat bu ola bilməz. Elşən riyaziyyat bu da ola bilər. Sonra üçüncü kimdir burada? Ayan coğrafiya. Coğrafiyadan hazırlaşan Turanədir. Ayan deyil. Turanədir. Onda A variantı da gedir. Turanə coğrafiyadır. Ayan coğrafiyadır yazılıb. Bu da deyil. C variantı. Turanə tarix. Bəli, mən bitirdim. Belə variantlarla da ehtimal kimi tapmaq olur. Hamıza düşdük. Bəli. Sonra mənim 12-ci sual. Deyir ki, bir məktəbin 5 məzunu Kənan, Əli, Mirzə, Məzahir, Azər görüşdülər. Deməli, Kənan, Əli, Mirzə, Məzahir, Azər. Deyir ki, onların bəziləri carinin, bəziləri səvəkkilin məzunlarıdır. Onlar ə, deməli, həkim, jurnalist, proqramçı, memar,
və iqtisadçıdırlar. İqtisadçı olan ya Əlidir, ya Mirzədir. İqtisadçı olan ya Əlidir, ya Mirzədir. Elə? Deməli, Kənan iqtisadçı deyil, Məzahir iqtisadçı deyil, Azər iqtisadçı deyil. Dəqiq bilirik. Proqramçı Mirzə deyil. Mirzə və Azər əvvəlki ilin məzunlarıdır. Mirzə ilə Azər əvvəlki ilin məzunlarıdır. Düz, bunu yadımıza saxlayaq. Jurnalist əvvəlki ilin məzunu deyil. Deməli, Azərlə Mirzə jurnalist də deyil. Həkim və memar cari ilin məzunudur. Deməli, Mirzə ilə Azər həkim də deyil, memar da deyil. Deməli, Mirzə avtomatik kimdir? İqtisadçıdır. Çıxdı bu. Azər də avtomatik proqramçıdır. Bu da çıxdı. Yerdə qalan tapa bilmirik axı. Elə Azərin peşəsini soruşur müəllim, ona görə proqramçı. Başa düşürəm, amma bir şey yadımıza saxlayaq. Bu sual yadıma düşdü mənim. Bunu yollamışam olaraq. Burada cədvəl tam dolmur. Normalda bu tip suallarda elə sual qurulmalıdır ki, cədvəl tam dolsun. Aydındır? Bəli. Sonra Bəs niyə arxada cavabı veriblər mənim? necə? Yəni bu Burada onun Azərin kimliyi çıxır. Sadəcə olaraq məsələ odur ki, sual bu cür qoyulmamalıydı da, yəni tam da olmalıydı cədvəl. Sizə imtahana düşsə, cədvəl elə veriləcək ki, o tam da olsun. Yəni bu tələbdir. Bir mağazada müxtəlif rəngli top alan Əsmər, Hikmət, Dəniz, Ömər ilə rastlaşdılar. Doğru yalan məsələsidir. Deməli, Əsmər, Hikmət, Dəniz, Ömər. Hə, bu Ömərlə rastlaşıblar, bu üçü. Və hansı rəngdə top alıblar bunlar? Qırmızı, göy, yaşıl. Kimin topu nə rəngdədir sualına onlar belə cavab verdilər. Hikmət, mənim topum göydür, yaşıl top isə Əsmərindir. Deməli, mənim topum yaşıldır, göy top isə Əsmərindir. Dəniz deyib. Deməli, Əsmər də deyir ki, mənim topum qırmızıdır, yaşıl top isə Hikmətindir. İndi bunların dediklərindən biri doğrudur, biri yalandır. Gəlin belə zənn edək. Elə düşünək ki, deməli, birinci hal, deyək ki, Əsmər doğru, birinci fikri doğrudur, ikinci fikri yalandır. Bir, mənim topum qırmızıdır, Əsmərin topu olsun qırmızı. Əgər Əsmərin topu qırmızıdırsa, onda bu yanlışdır. Yaşıl top isə Hikmətindir deyir. Deməli, Hikmətin topu yaşıl deyil. Onda avtomatik göy olmalıdır. Düz? bir doğru, bir yalan da müəllim belə. Hə, avtomatik göy olmalıdır. İndi Hikmət deyir ki, mənim topum göydür. Onda bu fikir doğru olur. Yaşıl top isə Əsmərindir. Bu da yalan olur. Çünki Əsmərin topu qırmızıdır. Qırmızıdır. Hə. Dəniz də onda düz deyir. Mənim Dəniz topum də deyir ki, yaşıldır. mənim topum yaşıldır. Göy top isə Əsmərindir. Yox. İkisi də doğru oldu axı. Bu da doğru oldu, bu da doğru oldu. Göy top Əsmərin deyil axı müəllim. Göy top Hikmətindir.
Göytop isə Əsmərindir, Göytop iki mətndir. Düz deyirsiniz. Onda bu da doğru oldu. Hamısını tapdıq ki, elə birbaşa bir dəfədə. Hə, biraz asan tapılmışdı. Çox Bir asan oldu. hərəsi bir doğru, bir yalan. Bu biraz çox. Bunun bəzən elə forması olur ki, şeyi tapa bilmirsən. Bir dəfə yoxlayırsan alınmır, ikinci dəfə şeylə eləməli olursan. 15-ə baxaq mənim. Baxaq. Çox enerji tələb eləyir bu suallar adamdan. Adamın beyni yorulur. Biraz əyləşmək lazım. Ona görə imtahanda bir dənə düşürlər. Yoxsa mən o 4-5 dənə sual salırlar da elə. Belə, ha, bütün vaxt aparar ki. Ona görə bir dənəsini salırlar ki, çox vaxt alır. Deyir ki, 5 dost, Murad, Kamran, Elvin, Bunu müəllim indi cavablarla elədim. Səhv çıxmışdı məndə. İndi elədim, düz oldu 15. ha. İndi bunlar nə iş görürlər? 5 mərtəbəli binanın müxtəlif mərtəbələrində yaşayırlar. Deməli, birinci mərtəbə, ikinci mərtəbə, üçüncü mərtəbə, dördüncü mərtəbə, beşinci mərtəbə. Məlumdur ki, Kamran Elvindən aşağı, Muraddan isə yuxarı mərtəbədə yaşayır. Deməli, Kamran birinci mərtəbədə yaşamır, beşinci mərtəbədə də yaşamır. Çünki birindən aşağıda, birindən yuxarıda yaşayır. Burada nəyi də bilirik? Elvindən aşağıda kimsə yaşayırsa, Elvin də birinci mərtəbədə yaşaya bilməz. Çünki Kamran Elvindən aşağı mərtəbədə yaşayırsa, avtomatik olaraq Elvin birinci mərtəbədə yaşaya bilməz də, ondan aşağıda heç kim yaşamır. Elvin ikinci mərtəbədə də yaşamır. Çünki Elvin 2-də yaşasa, Kamran mütləq ki 1-də yaşamalıydı. Bu da mümkün deyil. Çünki Kamran ən azı 2-də yaşayır. Muraddan isə yuxarı deyir. Murad deməli sonuncu mərtəbədə yaşamır. Çünki ondan yuxarıda heç kimsə yaşaya bilməzdi. Murad dördüncü də ola bilməz. Niyə? Çünki Muraddan yuxarı bir nəfər olsaydı, aydındır. Deməli, bu Kamran olardı. Bu Kamran sonuncu mərtəbədə də yaşaya bilmir. Onda dördüncü də Murad ola bilməz. Nə Rauf, nə də Samir Muraddan yuxarı mərtəbədə yaşamır. Deməli, Raufla Samir Muraddan aşağıda yaşayır. Raufla Samir Muraddan aşağıda yaşayır. Deməli, bu ikisi ilk 3 mərtəbədə yaşaya bilməz. Son 3 mərtəbədə yəni yaşaya bilməz. 3, 4, 5-də yaşaya bilməz. 1-lə 2-dədirlər. Bunlar 1-lə 2-də olduqlarına görə avtomatik olaraq bunlara 1-lə 2 uyğun gəlmir. Buna da uyğun gəlmir. Murad neçənci mərtəbə olmalı olur? 3. Kamran olur 4-cü mərtəbə. Elvin olur 5-ci mərtəbə. Aydındır. İndi qalırıq. Samir orta mərtəbədə yaşayır. Bu çaşdırır. Bax, mən D variantı tapdım. Amma orada Samiri 2 qoyub. Orta mərtəbədirsə 3 olmalı deyil Samir. Tən ortada yaşayır demək ki, orta mərtəbə. Yəni 1-lə 5 deyil, onu demək istəyir. Hə, mən o cür beynimə saldım. Yəni 3 O saldım. desə ki, tən ortada, Qarışdırdım. hə. Tən ortada desə, hə. Yəni biz sizə oxşuyur. Məsələn, desən ki, flankes ortadadır. Hə, da bilmirsən ikincidir, üçüncüdür. Hə də, yəni tən ortada demirsən ki. Hə. Məni bu çaşdırdı. Cavab oldu deyil. Amma Samir 3 olan bəndlə mən eləmişdim ki, yəni Samir ortadadır. Sual neçə? 16 var burada. Yox.
26. 26 mənim. Elə məndə də var. 26. Bu məsələsi. Deyir ki, Məryəm Kənan, Kənan, Olimpiyadada ilk 4 yeri tutublar. Birinci yer, ikinci yer, üçüncü yer, dördüncü yer. Deyir ki, hər sətirdə bir mülahizənin doğru olduğu məlumdursa, və yenə həmin şey. Yəni, biri doğrudur, biri yalandır. Məsələn, deyək ki, Kənan ikincidir. Bu doğru olsun, bu yalan olsun. Bu doğru, bu yalan olsun. Şərti olaraq yazıram ha. Kənan ikinci desə, buna plus qoyuram. Doğru. Məryəm üçüncüdür deyirsə, Məryəmə 3-ə minus qoyuram da. Bu üçüncü olmayacaq. Kənan birincidir. Bu avtomatik yanlış olacaq. Çünki biri ikincidir demişəm mən. Onda Şəbnəm ikinci olmalı olacaq. Amma bu da doğru ola bilməz. Bilirsiniz niyə? Çünki ikinci mən Kənandır demişəm. Onda belə nəticəyə gəlmək olur ki, bu yalandır. Çünki burada ziddiyyət əmələ gəlir də. Bu Ha, yalandır. anladım. Bu doğru olmalı olur. Amma bu doğrudursa bu yalan olur. O da imkansızdır. O yüzden birinci mülahizə yalandır. Yəni Kənan ikincidir mülahizəsi yalandır. Məryəm Onda üçüncüdür. Onda Məryəm doğrudur. üçüncüdür mülahizəsi mütləq doğrudur. Yəni Məryəm həqiqətən üçüncüdür. Burada Kənan birincidir. Kənan birincidir mülahizəsi ola bilər. Doğru olsun. Şəbnəm ikincidir mülahizəsi doğru ola da bilər, olmaya da bilər. İndi bura baxırıq ki, Burada bax, Orxan üçüncüyə ikincidir. fikir verin, Məryəm dördüncüdür deyir. Məryəm Səhv. dördüncü ola bilməz, çünki Məryəm üçüncüdür. O zaman avtomatik Orxan ikinci olur, düz? Hı -hı. Orxan Onda ikincidirsə, Şəbnəm ikinci ola bilməz. Bu yalan ikinci, ha, mülahizədir. səhv olur. Yalan. Onda Kənan birincidir mülahizəsi doğru mülahizədir. Onda Şəbnəm dördüncü olacaq. Bizə nəyi soruşur? Kim neçəncidir onu? Deyir Şəbnəm Ha, birincidir. Yox, Kənan birincidir. Kənan birinci, Kənan birinci, Kənan birinci. B bəndə. B ola Orxan bilər, ikinci. C ola bilər. Orxan Sonra ikinci. Orxan ikinci. Orxan ikinci. Burada Orxan Şəbnəm ikinci. burada dördür. Şəbnəm dördüncü. Məryəm üçüncü. Evet. Bu getdi, budur cavab. Y variantı. Şəbnəm. Aha, hə. Tam başa düşdük. Bəli. Bu çox maraqlı suallar əslində. Otuzuncu sual. Mənim 27-ci sual. Deyir ki, A, B, C, D, Y, F və G adlı piştaxtalar qarışıq şəkildə 1-dən 7-yə qədər nömrələnib. Biz də nömrələyək.
tərəfə satılır. Məlumdur ki, eyni növ mal satan 3 və daha çox piştaxta yan-yana gəlmir. Deyir ki, ikinci və üçüncü piştaxtalarda meyvə satılır. Bura bilirəm ki, meyvə, bura bilirəm ki, meyvə. Onda nə 1, nə 4 meyvə ola bilməz. Düzdür? Bunlara tərəvə satılmalıdır mütləq. Çünki 3'ü yan-yana meyvə ola bilməz. B və D piştaxtalarında tərəvəz satılır. Deməli, B və D piştaxtaları ikinci və üçüncü deyil, 100%. Y piştaxtası dördüncüdür. Bunların hamısına minus qoyaq. F piştaxtasından dərhal əvvəl gələn C və dərhal sonra isə B piştaxtası yerləşir. Deməli, F-dən əvvəl C, sonra da B gəlir. A piştaxtası G piştaxtasından əvvəl yerləşir. İndi burada nəyi bilirik? A, G-dən əvvəl, yox nə deyir? A piştaxtası G piştaxtasından əvvəl yerləşir. Deməli, A piştaxtası sonuncu deyil. Burada nəyi bilirik? B piştaxtası birinci və ikinci ola bilməz. 100%. Dərhal əvvəl yerləşir dediyinə görə bunlar üçü yan-yana yerləşməlidir də. B piştaxtası birinci, ikinci, üçüncü ola bilmirsə, deməli ki, məcburdular bunlar, bax, bu üçü 5, 6, 7-də yerləşməyə. Aydındır? Yox, bircə saniyə baxaq. Hə, B 2-də 3-də yerləşə bilmədiyinə görə zaten məcburdular ki, harda yerləşsin bu C, F, B? 5-ci, 6-cı, 7-ci piştaxtalarda. Başa düşürük bunu? Çünki B nə 1-də ola bilməz, nə 2-də ola bilməz, nə 3-də. 4-də də zaten ola bilmir. B-dən əvvəl də C-lə F gəlməlidir, amma ardıcıl gəlməlidirlər. Dərhal deyir. Onda belə nəticəyə gəlmək olar ki, 7-ci yerdə B piştaxtasıdır. 6-cı yerdə F piştaxtasıdır. Başa düşürsünüz? Və 5-ci yerdə də C piştaxtasıdır. Aydındırmı? Bəli. İndi F piştaxtasından, deməli A piştaxtası G piştaxtasından əvvəl yerləşir. G-dən əvvəl yerləşirsə A 3-də yerləşə bilməz. Düz? Hı. Çünki G 1, 2, 3-dən birindədir. Deməli, bu şeydir. Onda G piştaxtası 3-cüdür. Çünki 3-cüdə bir dənə G üçün yer qalır. Onda ikinci piştaxtada A yerləşir, birinci piştaxtada da D yerləşir. Avtomatik hamısını tapdıq. İndi ardıcılığı istəyir də bizdə. 1-də D yerləşib. Onda bunları çıxıram. Sonra 2-də A yerləşib, düzdür. 3-də G yerləşib, düzdür. 4-də Y yerləşib, düzdür. 5-də C yerləşib, B yerləşməyib. Bunu da çıxıram, qalır C variantı. Tam başa düşdükmü? Bəli, bəli. Heç kim üçün çətin deyil ki. Biraz. Sonra 30 var mənim. 30. Hə, bu kartof free məsələsi. Deyir ki, deməli, dönər var. Sonra nə var? Kartof free var. Bir də ayran Ya var. ayran.
İndi nə istəyir burada? Kiçik dönər var, orta dönər var, böyük dönər var. Deməli, kiçik. İndi gəlin belə eləyək də. Burada uyğunluqlar tapmalıyıq. Deyir ki, kiçik ölçülü dönərlə yalnız orta ölçülü kartof free, orta ölçülü kartof free. Orta ölçülü döner ilə orta və ya böyük ölçülü kartof free, orta ya da böyük. Sonra böyük ölçülü döner ilə isə hər üç ölçülü kartof ala bilirik. Deməli, kiçik, orta, böyük. İndi ikinci şərtdə nə deyir? Kiçik free kartofu ilə yalnız kiçik ölçülü ayran. Kiçik ayran. Orta ölçülü kartof free ilə yalnız kiçik və orta ölçülü ayran. Kiçik, orta. Kiçik, orta. Düz. Burada da kiçik, orta. Böyük ölçülü free ilə isə hər üç ölçüdə. Kiçik, orta, böyük. Burada da kiçik, orta, böyük. Başa düşdük bunu? Elə bir ağac qururuq da bir növ. Səma hansı kombinasiyanı heç vaxt götürmür? İndi nə istəyir? Orta ölçülü dönərlə kiçik ölçülü ayran ola bilər. Düzdür? Orta ölçülü dönərlə kiçik ölçülü ayran mümkündür. Kiçik ölçülü dönərlə böyük ölçülü ayran ola bilməz bu. Yoxdur. Çünki bax, Olmaz. kiçik və orta var, böyük yoxdur. Böyük ölçülü döner ilə kiçik ölçülü ayran. Böyük ölçülü döner olsa kiçik ayran var. Kiçik ölçülü dönerlə kiçik ölçülü ayran var. O da var. Böyük ölçülü döner ilə böyük ölçülü ayran o da var. Başa düşdük? Deyil bəndə. Bəli. Düzdür, bu biraz fərqlənir. Yəni o şablon şey deyil də. Amma ki, necə deyim, maraqlı sualdır biraz. Çox çətin də, qeyri-adi çətin də deyil. Normal da belə. Bir saniyə bunu mənimə yataq. Növbəti sual neçədir? 32, 44. Ortası. İbarət qaçış yarışında Fatih, Hüseyn, Elmir, Səməd, Elməddin, Ömər adlı iştirakçılar yarışdılar. Fatih, Hüseyn, Elmir, Səməd, Elməddin, Ömər. Zaten 1, 2, 3,
4, 5, 6. Deməli, ən çox maneə keçən qalib sayıda da birinci olur. Ya da ki birinci tərk eləyən, ikinci tərk eləyən, üçüncü, dördüncü, beşinci, altıncı tərk eləyən. Bu şəkildə də yazmaq olar. Yəni, o da mümkündür. Deməli, burada birinci nə dedi ki, Elməddin yarışı Hüseyndən tez tərk etdi. Elməddin, deməli, Elməddin sonuncu tərk eləməyib. Hüseyn də birinci tərk eləməyib. Düzdür? Elmir Səməddən az, Ömərdən çox maneə keçdi. Deməli, Elmir kimdənsə azdır. Yəni, sonuncu deyil. Ömərdən də çox maneə keçdiyinə görə bu da birinci deyil. Burada indi bir də nəyi bilirik? Səməddən az. Deməli, Səməddən azdırsa, Səməd birinci tərk eləyə bilməz də. Elə deyil. İkinci də tərk eləyə bilməz. Eyni qaydada Hüseyndən tez tərk eləyibsə, deməli, burada nə deyir? Ömərdən çox maneə deyir. Ömər onda 5-ci də ola bilməz, 6-cı da ola bilməz. Bunları da ikisinə minus qoyuram. Bayaqki qaydada, bayaqlar biri üçün elədik bunu. Bunlar Bir- bir-birinə oxşardır çox. Hə, eyni. Biz əslində bu tiplər üçün 4 dənə, 5 dənə ümumi tip var. Sadəcə onun içi dəyişir və salam da. Yəni 4-5 dənə məntiq tipi var əslində, sual tipi var. Fatih Səməddən çox maneə keçdi. Fatih Səməddən çox maneə keçdi. Deməli, Fatih də birinci tərk eləməyib. Aydındır? Fatih Səməddən çox. Deməli, Səməd də 6-cı deyil. Bunu da bilin. Elə bir sertifikasiya bu tip bir sual düşmüşdü mən. Hüseyin yalnız 2 maneə keçə bildi. Deməli, Hüseyin 3-cüdə ilişib. Düz. Onda avtomatik bilirəm ki, 6-cı ilişən kim olub? Fatih olub. Düzdürmü? Sonra deməli, Fatih Səməddən çox maneə keçib, bu artıq aydındır onsuz da. Yarışı sonuncudan əvvəl kim tərk edib, onu soruşur. İndi Elməddin yarışı Hüseyndən tez tərk etdi. Elməddin yarışı Hüseyndən tez tərk etdi. Deməli, bu burada ola bilməz. 4-cü, 5-ci ola bilməz. Hüseyin buradadır çünki. Elmir Səməddən az. Elmir Səməddən az. Səməddən azdırsa, Səməd ya 4-dür ya 5-dir də, düzdür? Sonra Ömərdən çox maneə keçdi. Elmir. Fatih Səməddən çox. Elmir Hüseyndən tez tərk edib. Hüseyndən tez. Elməddin. Deməli, Ömər burada ola bilməz zaten, elə deyil. Çünki Ömərdən çox maneə. Elmir Səməddən az. Elmir Səməddən az. Səməd hardadır? Ya 4-dür, ya 5-dir. Elədir? Ya 4, ya 5. Ömərdən çox maneə keçibsə, Ömər də 4-cü olmaq şansı. Tapdıq ki, Səməddir. Sonra neçə qaldı burada bizdə sual? E, 44'e baxırıq indi.
Hə, bu şeylə bağlı deyil də. Deməli, nə istəyir burada? Deyir ki, məzunlar birinci sinif şagirdləri üçün kitab, karandaş, dəftər, gəlincik 4, puzzle 5, oyuncaq maşınlardan ibarət hədiyyə dəstə almaq qərarına gəldi. Şagirdlərin hərəsinə bir əşya, hər bir əşyadan bir dəfə istifadə etməklə 3 əşyadan ibarət neçə fərqli hədiyyə dəsti hazırlamaq olar? Deməli, bax belə bir şeydir də. Deməli, şagirdlərin hərəsinə hər bir əşyadan bir dəfə istifadə etməklə 3 əşyadan ibarət neçə fərqli hədiyyə dəsti hazırlamaq olar? Deməli, belə də 6 vurulsun 5 vurulsun 4 olacaq. Da elə deyil. Yəni, birinci hədiyyə kimi altısından altısını da seçə bilərəm. Kitab da ola bilər, karandaş da, dəftər də, gəlincik də, puzzle da, oyuncaq da. İkinci yerdə artıq birinci yerdə seçdiyim oyuncağı seçə bilmərəm. Düzdür? İkinci yerdə olacaq 5 al. Aydındır mənim. Çıxar. Bir də şey var da, hə bizdə. İşləyim. İşləyim şey əray müəllimlər. Bəli. Orada sual sayı az idi məncə. 29'dan. Hı -hı. 8, 16, 25 qeyd edib müəllim. İlk 3 turdan ibarət tenis yarışında müxtəlif peşə sahibləri, mühasib, deməli, Anar, sonra kim var burada? Babək, Qəmirə, Yadigar, Turan, Zərifə, hə? Hansı peşə sahibləridir? Deməli, həkim, bilimçi, sonra kim var? Mühasib, 4. Çilingər, qaldı kimsə? Həkim, müəllim, proqramçı, mühasib, sürücü ümumiyyətlə yoxdur deyəsən, hə, variantların arasında. Var burada. Hə, burada verib də onu. Sürücü.
İndi gəlin eləyək də onda bunu. İlk turda 3, növbəti turda 2, son turda isə 1 oyun keçirildi. İlk turun oyunları Anarla Həkim. Deməli, Anar Həkim deyil, dəqiq. Babəklə müəllim. Babəklə müəllim. Deməli, Babək müəllim deyil. Qənirə ilə Yadigar arasında oldu. Deməli, Qənirə də həkim deyil, Yadigar da həkim deyil. Hardan bilirəm? Çünki Anar həkimlə oynayıb. Qənirə ilə Yadigarla oynamadığına görə, deməli, Qənirə ilə Yadigar da həkim deyil. Babəklə də müəllim oynayıb. Düzdür? Deməli, Qənirə ilə Yadigar müəllim də deyil. Həkim də deyil, müəllim də deyil. Yadınıza qalar. Başa Mən düşüb həmişə burası? Babək də həkim deyildi. Babəkin həkim olmadığını bilmirik. Çünki ola bilər ki, Anar müəllim olar, Babək də həkim olar. Bir-birindən oynayıblar bəlkə. Evet. Hə, 3 oyun keçirilib, 3 oyunun Üç oyun üçündə keçirilib, deyir də ona onlar görə bu. deyirdim. Hə. Onda Anar müəllim deyil, hə? Elə nəticəyə gəlirik. Babək də həkim deyil. Və 3 oyunun üçü də budsa. İkinci turun oyunları Turalla proqramçı, Turalla proqramçı. Deməli, Tural proqramçı deyil. Babəklə həkim arasında oynandı. Babəklə həkim. Babək həkim deyil də, zaten onu bilirik. Babək proqramçı da deyil. Düz. Bir də Tural həkim deyil. Deməli, Zərifə həkimdir. Müəllim olanda Turaldır. Düz. Son turda Yadigar mühasiblə oynadı. Yadigar mühasiblə oynayıb. Deməli, Yadigar mühasib deyil. Babək birinci, Qənirə ikinci, mühasib üçüncü. Deməli, Qənirə ilə Babək mühasib deyil. Qənirə ilə Babək mühasib deyil. Deməli, mühasib kimdir? Anardır. Sonra Tural dördüncü. Deməli, Tural dördüncü. Zərifə 5-ci, Çilingər isə 6-cı yeri tutdu. Deməli, bunların 4-də Çilingər deyil də. Tural, Babək, Qənirə, Zərifə. Çilingər deyil. Tural, Babək, Qənirə, Zərifə. Deməli, Yadigar Çilingərdir. Avtomatik olaraq Qənirə proqramçı olur. Babək də sürücü olur. 1, 2, 4-cü yerləri soruşur bizdən. Babək birinci yeri tutub. Sürücüdür. Düzdürmü? İkinci yer. Kim tutub ikinci yeri? Qənirə. Qənirə proqramçıdır. Sonra dördüncü yerdə kim olub? Tural. O da müəllim. Aydındır? Sonra növbəti sual neçədir? 5. Hı -hı. 16.
Ulatda cavabı B alıram mən. Cavab A çıxır. Qorxaq. İmtahan zamanı A, B, C, D, Y adlı tələbələr bu nömrəli biletləri seçdilər. Deməli, 13, 14, 25, 26, 30. A'nın bilet nömrəsi, B'nin bilet nömrəsi A'nın bilet nömrəsindən böyükdür. Deməli, A'nın bilet nömrəsi 30 deyil, B'nin bilet nömrəsi də 13 deyil. 25 və 26 nömrəli biletlər ABC adlı tələbələr tərəfindən seçilmədi. A, B, C seçməyib. C'nin bilet nömrəsi A'nın bilet nömrəsindən kiçikdir. C onda 13'dür, B, A 14'dür. Başqa variantı qalmır. Düz. Deməli, bu 30'dur. B'miz. A adlı tələbənin neçə nömrəli bileti seçib? Bəli, Bunu 14 tapdıq, seç. T'ninkini tapdıq ki 13'dür, amma yenə də fikir versiniz dolmadı cədvəl. İki dəfə burada elədim mən. C çıxdı. Amma ki orada A bəndi veribdi 16-da. Yox, B olmuş. T'ni 13 tapdıq da. Yox, mənim A-nı soruş. Ona görə B variantı olur. 14. Hə? Ne soruşur bizdən? Cavabı Onda B siz variantı verin. olacaq da. Olsun da ne olacaq? Sonra növbəti sual neçəydi? 25. 18. 18. Bəli. Deyir, Aytaç validə Nigar Könül Rıza. Aytaç validə Nigar Könül Rıza. İnformatika olimpiyadasında ilk 5 yeri tutdular. Rıza birinci olmasa da mükafata layık yer tuttu. Yani 1, 2, 3'ten birini tuttu da Rıza. Birinci olmuyor. 1, 2, 3'ten birini tuttu. 4, 5 olmuyor. Aytaç valideden daha yukarı yeri tuttu. Deməli, Aytaç 5-ci olmayıb, validə də 1-ci olmayıb, bunu bilirəm. Nigar ikinci, Könül isə 5-ci yeri tutub. Nigar 2-ci yeri tutub. Aydındır. Könül də 5-ci yeri tutub. Onda avtomatik olaraq alıram ki, Rıza 3-cü yeri tutub. 4-cü yeri tutan validdir. 1-ci yeri tutan da Aytaçdır. Başa düşdük? Sonra deməli, burada neçə qaldı? 25 qalıb var, 25-ə qədər sual.
İlk yarışında A, B, C, D, E, F adlı şəxslər eyni rəqiblə yalnız bir dəfə olmaqla hərəsi 3 oyun keçirdilər. E, F. Bu obyekt bir cədvəl olacaq yəqin ki. İndi burada deyir ki, yalnız B, D, Y şəxsləri qızlardır. Deməli, bu qızdır, bu qızdır, bu da qızdır. Bu birilər onda deməli oğlanlardır. A'nın ilk rəqibi qız idi və həmin qızın keçirdiyi digər oyunlar qızlarla olub. Bu qalsın hələ ki. E, B və Y şəxsləri bir-birinə qarşı oyun keçirməyib. Mütləq doğru olan variantı seçin. A, bu, bu da şeydir, sürüşkən sualdır. Yəni dəqiq tapılmır. Aydındır. Ola bilər məsələsidir. Demək burada məsələ nədir? Deyək ki, A'nın ilk rəqibi qız idi və həmin qızın oyun keçirdiyi bax, B deyək ki, A'nın ilk rəqibi B olur. Düz. Onda B'nin oynadığı digər ikisi hansıdır? Demək nədir bizə? E, B qarşı oynamayıblar. Deməli A B ilə oynaya bilməz. Çünki bax, B ilə oynasa A. B'nin digər oynadığı şəxslər kimdir? D ilə Y deyil. Ola bilmir amma. Başa düşülür? İndi A'nın digər oynadığı qız əgər D olsa, bax, A'nın oynadığı digər şəxs Y də ola bilməz. Çünki Y'nin oyun oynadığı qızlar kimlərdir? B ilə D'dir. Bu da ola bilməz. Çünki B ilə oynamır. Onda A oynayıb D ilə mütləq. D B ilə oynayıb, bir də Y ilə oynayıb. Onun bütün oyunlarını bilirəm. İndi burada məsələ nədən ibarətdir? Bir dənə bunu bilirik fakt olaraq. İndi baxıram. Y'nin 2 rəqibi oğlan, bir rəqibi qızdır. Y'nin bir rəqibi qızdır, bunu dəqiq bilirəm. Amma 2 rəqibinin oğlan olduğunu, 2 rəqibi 100% oğlandır. Çünki digər rəqibi qız ola bilməz də Y'nin. B ilə oynamır. Başa düşülür? Eyni şey B üçün də keçərlidir. Elə də budur da. S'nin bütün rəqibləri oğlandır. Ola da bilər, olmaya da bilər. B'nin 2 rəqibi qız, bir rəqibi oğlandır. Bu səhvdir. Çünki bir rəqibi ancaq qız ola bilir. F'in bütün rəqibləri qızdır. Bu ola bilməz. Ola da bilər, olmaya da bilər. Hə? F'in bütün rəqibləri qızdır. Ola bilməzlər. D ilə oynaya bilməyəcək. D 3 nəfərlə oynayıb. Bu da çıxdı. A'nın 2 rəqibi oğlan, bir rəqibi qızdır.
Onu da dəqiqliyi ilə deyə bilmirik, çünki bir rəqibini bilirik A-nın. Bir dənə A qalır burada %100 doğru olan. Aydındır? Amma bu biraz yəni belə sualın, bu məntiq sualıdır, düşər məntiqlər, amma informatikada yox. Sonra bitti burada sual yoxsa var yenə? Müəllimlər var sual. Və yoxdur müəllim. Belə bir şey dərsdə heç adam gərək onu özü eləsin. Yox müəllim, yox. Hə, bu biraz Məntiqləndir. Yəni kimsə deyəndə də adam məsələn anlamaz. Eləyirəm, sonra adam bəzən eləyə bilmir, yorulanda. İndi nə qədər burada özüm elədim, amma onları məsələn dünən o bir eləyə bilməmişdim. biraz o da var. Məsələn, gərək yorğun başdan oturub baxmayasan ona. Bəli. Biraz nə bilim. Necə deyim, Belələri aşırı var. diqqət tələb eləyir. Əlbəttə. Ya cədvəllə, ya da ki o cavablarla, bir də ki məntiqlə böyükdür, kiçikdir, beləçilik eləyirəm mən. Ha, məntiqən elə. Yəni zaten mənə gəlir ki, yolu odur, başqa bir xüsusi bir Başqa yol. yol Yəni cədvəl yoxdur. qurursan əldə edirsən. Cədvəl qurursan əldə edirsən. Bunun başqa bir variantı yoxdur. Onda biz bu Sakit, günləri normal qrafları da baxın. keçək sizlə. Necə? Qrafı keçirik müəllim. Bu günləri qraflarda keçək sizlə. Hı. Amma qrafların üstündə bir dəstə qalacaq. Ə, Bu gün bütün tiplərinə baxa bilməyəcəyik. Amma ən azından məlumat verək, gələn dərsdə davam edərik. Deməli, qraf informasiya modeli hal-hazırda çox geniş şəkildə istifadə olunan informatikanın fundamental alqoritmlərindən biridir qraf alqoritmləri. Burada onun tarixi ilə bağlıdır, özünüz oxuyacaqsınız. Euler qrafı, Euler yolu, nə bilim, pəri filan. Ümumiyyətlə qraf deyəndə nə nəzərdə tutulur? Təpələr və onları birləşdirən tillərdən ibarət struktur qraf adlanır. Deməli, burada məsələ nədir? Deməli, bax, qraf strukturu budur, verilib. Və burada hər biri üçün ayrı-ayrılıqda nümunələr göstərilib. Niyə bunu? Sizə kitabda da belə düşüb, hə? Bu bunun üstünə verilməyib. İndi gözümə sataşır. İndi gəlin baxaq bir-bir bu qrafın anlayışlarına. Deməli, birinci anlayışımız nə olacaq? Qrafda bax, təpələr bunlardır. Təpələri birləşdirən xətlərə til deyirik. Əgər tilin müəyyən bir istiqaməti varsa, onda həmin tilə biz qövs deyəcəyik. Təpənin özündən çıxıb özünə qayıdan tilə ilgək deyilir. Bax, məsələn, ilgək. Təpədən çıxdıq, təpəyə qayıtdıq. Birbaşa tillə birləşdirilən təpələrə qonşu təpələr deyilir. Məsələn, A ilə B qonşudur. Heç bir təpə ilə birləşməyən təpəyə deyirlər izole olunmuş ya da təcrid olunmuş. Yalqız təpə. Bütün tilləri qövs olan qrafa deyirlər istiqamətlənmiş qraf ya da diqraf. Deməli,
İstiqamətlənməmiş qrafsa budur. Yəni heç bir tili qövs deyil. Əgər tildə bax belə bir hansısa bir təpə verilirsə, hansı ki heç bir dənə təpə ilə yalnız birləşib. Onda belə təpəyə deyirlər asılı qalmış təpə. Aydındır? Sonra hər bir tilin son təpəsi, o biri tilin başlanğıcı olan təpələr ardıcıllığına yol deyirik. Bax, məsələn, A-dan B-yə, B-dən D-yə yol deyirik biz. Bax, A, B, D bir dənə yoldur. Qapalı yola isə dövrə deyirik. Məsələn, A-dan D-yə, D-dən C-yə, C-dən A-ya. Bu bir dənə yol dövrə olacaq. Başa düşüldü? Sonra əgər qrafın hər hansı bir təpəsindən çıxıb bütün tillərdən keçməklə həmin təpəyə qayıtmaq mümkündürsə, belə qrafa dövrü qraf deyirlər. Aydındır? İstənilən iki təpəsi arasında yol olan qrafa əlaqəli qraf deyirlər. Yəni, əlaqəli qrafda izolə olunmuş təpə, yalqız təpə olmur. Aydındır? Sonra burada indi digər anlayışlar da var. Düzdür, bunlar orta məktəbdə belə geniş şəkildə verilməyib. Mən ətraflı şəkildə məlumat olsun deyə vermişəm bunların hamısını. Yəni, qraflarla bağlı digər anlayışları da vermişəm. Pseudoqraf nədir? Multiqraf nədir? Aydın necə? Paralel til nədir? Onların hamısı haqqında burada belə ətraflı şəkildə məlumat vermişəm. Çox güman ki, yeni yazılan dərsliklərdə bunlarla bağlı belə geniş məlumat olacaq. Qraflar çünki çox yer ayrılıb və növbəti illərdən artıq o yeni dərsliklər meydana çıxacaq. Gələnlərdən artıq təzə dərsliklərimiz olacaq. O yüzden çalışaq ki, bunların hamısını öyrənək, yəni nəyin nə olduğunu. Çünki qarşımıza çıxacaq. Bunlar. Sonra gəlirik qrafın verilməsi üsullarına. Deməli, qraf hansı üsullarla verilə bilər? Birincisi, qonşuluq siyahısı ilə. Qonşuluq siyahısı nədir bilirsiniz? Məsələn, deyək ki, A-nın qonşuları hansılardır? B-dir. Düzdürmü? Bax, B təpəsidir. Bir də hansıdır? D təpəsidir. Çünki birbaşa B-yə bitişib, bir də D-yə birləşib. Başa düşülür? İndi məsələmiz nədən ibarətdir? Bax, məsəl üçün, A-nın qonşularını götürürlər, yazırlar burada. A-nın qonşuları nədir? B-dir, C-dir. B-nin qonşuları nədir? A-dır, D-dir. Götürüb yazırlar bax. C-nin qonşuları nədir? Bəli? A-nın qonşuları B, D-dir, orada C qeyd olunub. Düzdür. Düzdür. B-nin qonşuları nədir? A-dır, D-dir. C-nin qonşuları nədir? D-dir, Y-dir. D-nin bütün D hamısı ilə qonşudur. Y-də ancaq C ilə D ilə qonşudur. Düzdür? Sonra, yəni siyahı şəklində verilir. İkinci qonşuluq matrisi. Qonşuluq matrisində məntiq nədir? Deyək ki, əgər A təpəsi ilə B təpəsi arasında birbaşa til varsa 1 yazırıq, yoxdursa 0 yazırıq. Burada məntiq olur. Və burada əgər til istiqamətlənmişdirsə, bax belə, onda bunun bir tərəfində, məsələn, A-dan B-yə yol varsa, bir tərəfində 1 olanda, digər tərəfində 0 veriləcək. Çünki A-dan B-yə yol var, B-dən A-ya yol yoxdur. Və bu nisbi bir şeydir. Yəni, mütləq sətir üzrə ya da sütun üzrə olmalıdır deyə bir şey yoxdur. Yeganə bildiyimiz şey odur ki, asimetrik olur. Yəni, bax, əgər biz istiqamətlənməmiş qrafdırsa, qrafımız, bu matris diaqonala görə simmetrik olur. Əgər istiqamətlənmiş qrafdırsa, bu simmetriya pozulur. Sonra, məsələn, burada verilib, çəki matrisi ya da çəkili qraf nədir? Əgər yolların üzərində müəyyən ədədlə ifadə olunubsa, belə qrafa deyirik çəkili qraf. Bunlara da deyirlər yolun çəkisi. Məsələn, A-dan B-yə yolun çəkisi. Və onlar eyni qonşuluq matrisində olduğu kimi sadəcə bu dəfə çəkilərini göstərməklə yazırlar. Sonra
Dövürsüz əlaqəli qrafa ağac deyirik. Yəni dövürsüz nəyə deyirik? Yəni bu eyni səviyyədə olanlar arasında əlaqə yoxdur. Təpədə, ağacda kök var. İlk təpə kök adlanır. Sonrakılar hər biri təpədir. Bir şey unutmayaq da, kökün özü də bir təpədir. Aydındır, yarpaqların özü də bir təpədir. Və ən sonuncu təpələr, bax bunlar adlanır yarpaq. Aydın necə? İndi bunlarla bağlı məsələ tiplərinə mən gələn dəfə geniş şəkildə baxacağam. Bir də burada nəzəri bir bölmə var. Demək, bunu bilmirəm, indi mi oxusaq yaxşıdır? Yox, indi oxumuram bunu. Qrafları öyrənək, ondan sonra bunu şeylərin içində, informasiya sistemlərinin içində verəcəm. Ayıracağım. İndi sadəcə olaraq qrafları öyrənək və mümkün qədər yazaq. İndi elə çox yaza biləcəyimizi düşünmürəm, amma Dimin testindən bir də Ərraydan mümkün olduğu qədərini yazaq. Gələn dəfə mən sizin üçün belə slaydda şeylər hazırlayacağam. Tip olaraq hər tipdən bir dənə nümunə belə eləyə gedərik ki, bütün, yəni qrafda qarşınıza çıxa biləcək bütün tipləri həll edə biləsiniz. Okay? Gələn dəfə dərsin əvvəlindən onu eləyərik, sonra sizin suallarınıza baxacağım. Olur mənim. Çünki bunu belə indi şifahi dedik, üstündən keçdik, amma onun hər tipinə aid mütləq ki, məsələlər eləyək. Burada maraqlı məsələ tipləri var qraflarda. Onların hər birini eləmək lazımdır. Belə, sual olan yoxdur ki. Xeyr mənim. Xeyr mənim. Əla o zaman. İnşallah Allahın izni ilə növbəti dərsdə görüşərik.